Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika dim 2025-ci ilin test toplusundan mərkəzə qaçma təcili mövzusunun test izahına baxacağıq. Gəlin başlayaq testlərimizə. 1. Hansı şəkildə çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin təcilinin istiqaməti düzgün verilmişdir? Biz bilirik ki, çevrə üzrə hərəkətdə V, yəni sürət toxunan istiqamətdə, A, yəni təcil isə mərkəzə doğru yönəlir. Baxırıq ki, hansı mərkəzə doğru yönəlib? D variantında çevrədən mərkəzi istiqamətdə, yəni mərkəzə yönəlib. Ona görə olur D variantı. 2. Çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A-nın düsturu var ki, həm omega olsun, həm də R olsun. Omega kvadratı R. B variantı. 3. Çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? V, yəni xətti sürət və radiusla əlaqəli düsturumuz V-nin kvadratı bölünsün R. Yəni A variantıdır. Keçirik 4-ə. 4-də deyilir. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Əgər biz təcili A bərabərdir, yəni mərkəzə qaçma təcilinə A bərabərdir, necə yazacağıq? V kvadratı bölünsün R yazsaq, biz V-nin yerinə gətirib ifadə yaza bilirik. V-nin də açılışını biz əvvəldən bilirik. Bərabərdir nəyə? V bərabərdir 2 pi r bölünsün t-yə gətirib yerində qoyuram. Yerində qoysam kvadrata yüksəldirəm. 2-nin kvadratı 4, pi-nin kvadratı yazıram. R-in kvadratı bölünsün t-nin kvadratına. Bir də r-in özü var. Aşağıda r yazıram. R-lə də r ixtisara gedəndə cavabımız qalacaq ki, A bərabərdir 4, pi-nin kvadratı r bölünsün t-nin kvadratı. O da eləyir cavab A variantı. 5. Çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Bizim bir dənə düsturumuzu bayaqlar yazdıq. R-lə əlaqəli düsturda A bərabər idi omega kvadratı R-ə, amma V ilə əlaqəli düsturda isə omega V-yə bərabərdir. Yəni Y variantı. 6. Çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir. Biz nə yazdıq? Yazdıq ki, omega V-yə bərabərdir. Baxırıq ki, burada V sabit qalır. Onda omeganı açacaq. Bundan öncəki mövzulardan xatırlayırıq. Omeganı necə açacaq? Omegamız bərabər olur 2 pi n bölünsün t. V-nin özü də öz yerində qalacaq. Onda cavabımız eləyəcək B variantı. 7. Çevrə üzrə bərabər sürətlə hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Mərkəzə qaçma təcilini tapmaq üçün biz bilirik ki, baxın, C variantı ola bilməz. Niyə? V-nin kvadratı bölünsün R-dir. İndi biz elə bayaqki düsturu yazsaq, A bərabərdir omega V yazsam, omeganı aça bilirəm. Çünki baxıram ki, V ilə əlaqəli düsturumuz var. Onda omeganı açsam 2 pi n vurulsun V kimi yaza bilərəm. Periodla əlaqəli əgər yazsam, onda 2 pi bölünsün T vurulsun V olacaqdır. Ona görə də doğru cavabımız D variantı. 8. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olur? Baxın, bayaqları dedik ki, period yazsaq bölmə olacaq. Onda omega V-ni xatırlayıram. Omeganı da gətirib yazsam 2 pi bölünsün T vurulsun V yaza bilirəm. Baxıram cavablarda, cavabımız olur B variantı. 9. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir. İndi baxıram, burada R var. Görürsünüz, R varsa demək ki, onda omega kvadratı R düsturundan istifadə eləyəcəm. Onda omega ifadəsini yenidən buraya yazacağım. Və baxıram ki, hamısı tezliklə əlaqəli düsturlardır. Onda yuxarıda yazdığım kimi 2 pi n kvadrat vurulsun R. Onda 2 pi n açanda 4, pi-nin kvadratı, n-in kvadratı R. Cavabımız eləyəcək C variantı. 10. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcili xətti sürətdən necə asılıdır? Biz indi onun düsturunu yazmalıyıq. A bərabər idi. Əsas düsturumuzda V kvadratı bölünsün R-ə.
İndi A sürətlə, yəni təcili sürətlə necə asılıdır? Kvadratik düz asılıdır. Ona görə də cavab olacaq C variantı. 11. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin bucaq sürətindən asılılıq qrafiki hansıdır? A-mız nəyə bərabərdir? Baxın, burada nə deyir? Verilmiş radiuslu. Demək ki, düsturumuzda radius olmalıdır. Onda radiusdan əlaqəli düsturumuz buydu. A omega ilə necə asılıdır? Kvadratik düz mütənasib asılıdır. Sonra deyir ki, maddi nöqtənin bucaq sürətinin sabit qiymətini, yəni düsturumuzda bucaq sürəti olmalıdır. Bayaqlar yazdığımız kimi, əgər A-nın R-dən asılılığını istəyirsə, eyni şəkildə A bərabərdir omega kvadratı R. Onda A R-lə necə mütənasibdir? Düz mütənasib asılıdır. 14. Dövrətmə periodunun sabit qiymətində çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? Baxın, bizə nə deyir? Dövrətmə periodunun sabit qiyməti olmalıdır. Yəni düsturumuzda T olmalıdır. Onda biz hansı düsturumuzu xatırlayırıq? 4pi-nin kvadratı R bölünsün T-nin kvadratı. İndi bizdən nəyi soruşur? Bizdən nəyi soruşur? A-nın R-dən asılılıq qrafikini soruşur. A da R-dən necə asılıdır? Baxırıq ki, bunu qoy buradan silim ki, siz birdən onu səhv salarsınız. Deməli, A da R-dən necə asılıdır? Baxırıq ki, düz mütənasib asılıdır. Ona görə də cavabımız olacaq C variantı. Baxın, burada ola bilər ki, siz çaşıb Y variantını götürəsiniz. Niyə Y variantını götürməyəcəksiniz? Çünki orada müəyyən bir qiymətdən başlayır. Amma bizim A-nın R-dən asılılığı sıfırdan başlayan düz mütənasib asıllıq qrafikidir. Keçdik. Davam edirik 14. Radiusu 6 metr olan çevrə üzrə 12 metr bölü saniyə sürətlə hərəkət edən cismi mərkəzə qaçma təcilini hesablayın. Düsturumuzu xatırlayırıq. A nəyə bərabərdir? A bərabərdir. Biraz belə böyüdüm. V-nin kvadratı bölünsün R. Gətirib ifadələri yerinə yazıram. A bərabərdir. V-nin kvadratı 12 vurulsun. 12 yazacağım ki, rahat olsun. R-imiz də neçədir? 6. 6 ilə 12 ixtisara gedəcək. Qalacaq yuxarıda 2. 2-ni də vuracaqsınız. 12-yə eləyəcək 24. 24 metr böl saniyə kvadratı cavab eləyir Y variantı. 15. Çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürət hansı ifadə ilə təyin olunur? Gəlin baxaq. A bərabər idi. Yuxarıda da yazmışıq. V kvadratı bölünsün R-ə. Düzdür. İndi məndən isə xətti sürət, yəni V-ni soruşur. Onda V kvadratı bərabərdir A R-ə. B-ni də tapsam kök altda A R-ə. Yəni C variantı. 16. Çevrə üzrə bərabər sürətli hərəkətdə, buraları təmizləyək. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürət hansı ifadə ilə təyin olunur? İndi isə eyni şəkildə bu düsturu tapacaq. A nəyə bərabərdir? Omega kvadratı R-ə. İndi bizdən eyni şəkildə tapmalıyıq ki, omega nəyə bərabərdir? Omeganın kvadratı bərabərdir A bölünsün R-ə. Omeganın özü nəyə bərabər olacaq? Kök altında A bölünsün R-ə. Yəni cavab olur A variantı. 17. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönəlir? Baxın, hərəkətimiz bu istiqamətdədir. Yəni, saat əqrəbinin əksinə yönəlib. Onda bu deməkdir ki, buradan sola doğru gəlirsə, buradan da bu istiqamətdə davam eləməlidir. Və A nöqtəsində bizdə bu nöqtədə xətti sürəti soruşarsa toxunan istiqamətdə demişdik. Təcili soruşursa mərkəzə doğru yönəlir demişdik. Ona görə də cavabımız olacaq A variantı. 18. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönəlmişdir? Hərəkətimiz bu istiqamətdədir, burada da bu istiqamətdədir. A nöqtəsində bizə mərkəzə qaçmanı soruşursa, mərkəzə doğru bu istiqamətdə olacaq. Ona görə də cavabımız olacaq D variantı. 19. Velosipedçi göstərilən trayektoriya üzrə bərabər sürətlə hərəkət edir. Hansı hissələrdə velosipedçi təcillə hərəkət edir? Biz bilirik ki, çevrə üzrə hərəkət təcilli hərəkətdir. Çevrə üzrə hərəkətdə A, B və C, D-dir. Ona görə də cavabımız olacaq A variantı. Əgər bizə deyirsə ki, təcili sıfıra bərabərdir, biz bilirik ki, çevrə üzrə hərəkətdə təcilli hərəkətdir, amma düz xəttdə isə xeyr. Ona görə düz xətt olanlar hansılardır? C, D və A, B.
Yəni çevrə üzrə hərəkət olmayanlarda təcil sıfıra bərabər olacaq. Ona görə də B, C və D, A, yəni A variantı. Sonra 21. R radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yaxşı, gəlin tapaq. A bərabərdir. Görürsünüz ki, burada omega var. Demək ki, omega ilə əlaqəli düsturdan istifadə edəcəyik. Onda omega V yazıram. Omeganın yerinə də gətirib yazacağım. A bərabərdir 2 pi bölünsün t. Soruşa bilərsiniz, niyə t ilə əlaqəli, n ilə əlaqəli yox, t ilə əlaqəli düsturunu yazacağım? Çünki bizdə verilib ki, period da istifadə edin düsturda. Vurulsun v-yə. İndi cavabda baxırıq ki, 2 pi... Hə, burada omeganı saxlasaq daha yaxşı olar. Heç v-ni açaq onun yerinə. Omeganı yerində saxlayıram. 2 pi r bölünsün t-yə. Onda baxacağım ki 2 pi r, çünki omegadan istifadə olunmalıdır düsturda. 2 pi r omega bölünsün t, o da eləyir D variantı. 22. Çevrə üzrə bərabər sürətli hərəkətin mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, period və tezlik tərs mütənasib asılıdır. Əgər periodu bölmə götürmüşüksə, onda eyni şəkildə təcil də vurma olacaq. Ona görə A da bərabərdir omega V-dən. V-ni açsaq, omega vurulsun 2 pi r n-ə. Yəni A bərabərdir 2 pi r n omega. Cavab eləyəcək B variantı. 23. Radiusu, bunları buradan silim ki qarışmasın. Radiusu 100 metr olan çevrə üzrə 36 km/saat sürətlə hərəkət edən avtomobilin mərkəzə qaçma təcilini hesablayın. Biz bilirik ki, əgər V-ni bizə 36 km/saat veribsə və cavabda radiusda metr veribsə, mütləq şəkildə biz metrə və bölünsün saniyəyə keçməliyik. Onda gəlin birinci V-ni sadələşdirib çevirməsinə aparaq. Vururam. Kilometri metrə çevirmək üçün 1000-ə vuracağım. Saatı saniyəyə çevirmək üçün 3600-ə. Sıfırlar ixtisara gedəcək, 36-lar ixtisara gedəcək və qalacaq 10 metr böl saniyə. V-ni tapdım ki 10 metr böl saniyədir. R də bərabərdir 100 metrə. Bizim mərkəzə qaçmanın düsturu nəyə bərabərdir? V kvadratı bölünsün R-ə. A bərabərdir. V-miz neçədir? 10. Onun kvadratı eləyəcək 100. R-miz neçədir? 100. 100-ü də 100-ə böləndə cavab eləyir 1. Yəni A variantı. 24. 24'te planşetimiz dondu. 24'e baxırıq. Radiusu verilib. R bərabərdir 0,5 metr. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti, yəni omegası 10 radian bölünsün saniyədir. Onun mərkəzə qaçma təcilini hesablayın. A-nı soruşur. A da nəyə bərabərdir? Omega kvadratı R-ə. Gəlin yerinə qoyaq, yazaq. Omeganın kvadratı eləyəcək 100. 0,5-ə vuranda 0-ın 1 vergülü ilə bu 0 ixtisara gedəndə cavab qalacaq 50. Cavab eləyir A variantı. 25. Cismin radiusu 50 cm olarsa, yazıram R bərabərdir 50 cm. Çevrə üzrə bərabər sürətlə hərəkətdə dövrətmə tezliyimiz n bərabərdir 2 saniyə üstü mənfi 1-dir. Və deyir cismin mərkəzə qaçma təcilini hesablayın. R-də olmalıdır düsturumuzda, n-də olmalıdır. Hətta bizə pi-nin kvadratını da rahat olsun deyə verib. Birinci növbədə biz santimetrə çevirməliyik metrə. Onda nə edirik? R bərabərdir 50-ni bölürük 100-ə. Çünki 1 metrimiz 100 santimetrdir. O da eləyir 0,5 metr. Yazdım. İndi A-nın düsturu A bərabərdir. Biz hansı düsturumuzdan istifadə eləməliyik ki, həm radius olsun, həm tezlik olsun? 4 pi-nin kvadratı r n-in kvadratı. Gətirib ifadələri indi yerinə yazıram. 4 yerində qalır. Pi-nin kvadratının qiymətini bizə verib. R-imiz 0,5-dir. N-imizin kvadratı da n-in özü 2-dir. Kvadratı da 4 eləyəcək. Bu 0-la bu vergül gedəcək. Qalacaq 5-i vurursunuz 4-ə eləyir 20. 20-ni də vuracaqsınız 4-ə, o da eləyəcək 80 metr böl saniyə kvadratı. Cavab eləyir D variantı.
26. Cismin 1 metr radiusla çevresiyle beraber sürətli hərəkətində dövr etmə periodu 4 saniyədir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Gəlin verilənlərini yazaq. R bərabərdir 1 metr. Dövr etmə periodu T bərabərdir 4 saniyə. A-nı soruşur. Eyni şəkildə pi-nin kvadratını bizə rahatlıqla veribsə, düsturumuzdan istifadə edə bilərik. A bərabərdir 4 pi-nin kvadratı. R bölünsün T-nin kvadratına. Gətirib ifadələri yerinə yazıram. 4 vurulsun pi-nin kvadratı 10. R-imiz 1. T'nin kvadratı da 4'ün kvadratı 16. 16 ilə 4 ixtisara gedəcək. Burada qalacaq 4. Onu da 4'e böləndə eləyəcək. 2 tam 10'da 5 metr böl. Saniyə kvadratı cavab olur Y variantı. 27. Radiusu 1 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi n bərabərdir 5 saniyə üstü mənfi 1. Onun mərkəzə qaçma təcilini hesablayan radiusu da bərabərdir 1 metr. A bərabərdir 4 pi-nin kvadratı R n-in kvadratı. Gətirib ifadələri yerinə qoyacağım. Bərabərdir 4 vurulsun pi-nin kvadratı 10 vurulsun R 1 n-in kvadratı isə 25. 25'i vurursunuz 4'ə eləyir 100. 100'ü də vurursunuz 10'a eləyir 1000. Cavab eləyir 1000 metr böl saniyə kvadratı. Yəni D variantı. Keçirik 28'e. 28'e deyilir. Cismin çevrə üzrə bərabər sürətli hərəkətinin periodu 3 saniyədir. Cismin mərkəzə qaçma təcilini veribsə, gəlin onları yazaq. T bərabərdir 3 saniyə. Cismin mərkəzə qaçma təcili 10 metr böl saniyə kvadratıdır. Və bizdən radiusunu soruşur. Eyni şəkildə düsturumuz nəyə bərabərdir? A bərabərdir 4 pi-nin kvadratı R bölünsün T-nin kvadratına. Bizdən nəyi soruşur? R-i soruşur. R nəyə bərabərdir? A vurulsun T-nin kvadratı bölünsün 4 pi-nin kvadratı. Gətirib ifadələri yerinə qoyuram. A-nın qiyməti 10 vurulsun T-nin kvadratı 9 bölünsün 4 vurulsun pi-nin kvadratı da 10. 10 ilə 10 ixtisara gedəcək, qalacaq 9 bölünsün 4. 9'a 4'e böləndə 2 tam 100'də deməli 1 10 qalır. Onu da 4'e bölürsünüz 25 eləyir. 2 tam 100'də 25 metr. Cavab olur Y variantı. 29. 29'un verilənlərini yazmaq üçün bunları təmizləməliyik. Deyir. Cismin xətti sürəti, yəni V-si V bərabərdir 72 km böl saatdır. Gəlin burada 72 km saatı bölək metr, çevirək metr böl saniyə. Vururam 1 kilometr 1000 metrdir. Bunu da vururam 3600'ə sıfırlar ixtisara gedir. Çünki 1 saatımız 3600 saniyədir. 36 ilə də ixtisara gedəndə burada qalır 2, qalır 20. Yazıram elə 20 metr böl saniyə. V'si bərabərdir 20 metr böl saniyə. Bucaq sürəti 5 radian bölünsün saniyədir və məndən A-nı soruşur. A-nın da düsturu nəyə bərabərdir? A bərabərdir omega V-yə. Omeganı da V-yə vuranda eləyəcək 120 vurulsun. Onu da yazın. Sizə hesablayan, baxanda rahat olsun. 20 vurulsun 5 bərabərdir 100 metr böl saniyə kvadratı. Cavab olur B variantı. 30. Cismin tezliyi nəyə bərabərdir? 2 saniyə üstü mənfi 1. Bərabər sürətlə hərəkət edir. Cismin mərkəzə qaçma təcili, yəni A-sı bərabərdir 200 metr böl saniyə kvadratı. Çevrənin radiusunu hesablayın. R bərabərdir suala. Onda düsturumuz nəyə bərabərdir? 4 pi-nin kvadratı R n-in kvadratına. Məndən də radiusu soruşur. Radius bərabərdir A bölünsün 4 pi-nin kvadratı n-in kvadratına. A-nın qiyməti 200. 4 vurulsun 10 vurulsun n-in qiyməti 2'dir. Kvadratı da 4'dür. 0 ilə bu 0 ixtisara gedəcək. 5 ilə, daha doğrusu 4 ilə 20 ixtisara gedəcək. Burada qalacaq 5. 5'i də böləcəm. Buradan bərabər qoyum. 5'i də böləcəm 4'ə eləyəcək 1 tam 100'də 25 metr. Yəni B variantı.
Sonra 31. Radiusu 1 metr olan çevrə üzrə 10 radian bölünsün saniyə bucaq sürətlə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma təcilini tapın. Bunları buradan belə silim ki, rahat yaza bilək. Yazıram verilənləri. R bərabərdir 1 metr. Sonra omega bərabərdir 10 radian böl saniyə. Mərkəzə qaçmanı A-nı soruşur. A nəyə bərabərdir? Omega kvadratı R-ə. Omeganın kvadratı eləyir 100. R-imiz də 1. 100-ü də 1-ə vuranda eləyir 100 metr böl saniyə kvadratı. Yəni B variantı. 32. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti V bərabərdir 6 metr böl saniyə. Mərkəzə qaçma təcili A bərabərdir 60. Çevrənin radiusunu tapın. A nəyə bərabərdir? V kvadratı bölünsün R-ə. R nəyə bərabərdir? V kvadratı bölünsün A-ya. V-nin kvadratı nə eləyir? 36. A-nın qiyməti nədir? 66. İxtisar gedəndə bura 10 qalır, burada 6 qalır. 10-da eləyir cavab 0,6. Yəni C variantı. 33. Sabit dövrətmə tezliyində mərkəzə qaçma təcilinin çevrələrin radiusundan asılılığı verilmişdir. İndi bizə deyir ki, siz burada elə düstur xatırlamalısınız ki, həm dövrətmə tezliyi olsun, həm A olsun, həm də R olsun. Biz xatırlayırıq ki, onda A-nın düsturu var idi. A bərabər, daha doğrusu elə buradan yazım. A nəyə bərabər idi? A 4pi-nin kvadratı R n-in kvadratından. İndi məndən dövrətmə tezliyini istəyir deyə onu axtarıram. N bərabərdir A bölünsün 4pi-nin kvadratı R-ə. Belə yazım kvadrat. İndi buradan onu kvadratını silmək istəyirəmsə, gəlin bura belə yazım. Bu tərəfə sürüşdürüm ki, n-in kvadratı bərabərdir. A bölünsün 4pi kvadratı R-ə. İndi buradan çıxır ki, n-in özü nəyə bərabərdir? Onda kök altında A bölünsün 4pi-nin kvadratı R-ə. Baxıram ki, A-dan R-də əgər bu qrafikdən üzü aşağıya perpendikulyar endirsəm, alfa bucağını təyin eləməyim üçün alfa bucağı deyir ki, bu A-dır, burada R-dir. Alfa bucağını təyin eləyən zaman baxıram ki, A-nın R-ə nisbəti. A-nın R-ə nisbəti də ki, bu bucağa görə qarşıdakı katetin bitişik katetə olan nisbəti deməkdir. Qarşıdakı katetin bitişik katetə nisbəti də bizə tangens alfanı verir. Onda mən A bölünsün R-in yerinə yaza bilərəm tangens alfa. Biraz görünən yazım. Yaza bilərəm tangens alfaya bərabərdir. Nə? A bölünsün R bərabərdir tangens alfaya. Bəli yaza bilirəm. Amma A böl R bizdə kök altına. Ona görə də yazacağım kök altında tangens alfa. Amma 4pi kvadratı da kökdən rahat çıxa bilir. O da çıxacaq 2pi kimi. Baxıram ki, cavabımız olur B variantı. Sonra 34. İki maddi nöqtə radiusları verilib və deyir ki, mərkəzə qaçma təcilləri eyni olduqda onların tezlikləri arasında hansı münasibət doğrudur? Bu o deməkdir ki, bizim düsturumuzda R olmalıdır, N olmalıdır, A olmalıdır. Biz də onda bu düsturu xatırlayırıq ki, A bərabərdir hansı? 4pi-nin kvadratı R, N-in kvadratına düzdür. Onda R və N bir-biri ilə necə mütənasibdir? Tərs mütənasib asılıdır. Onda biz R1 bölünsün R2 bərabərdir. N2 kvadratı bölünsün N1 kvadratı yaza bilirik. Doğrudur. Gəlin baxaq. R1-imiz öz yerindədir. R1-dir. R2-miz 2, yox 3, 2 yazmışam. 3 R1'dir. Sonra indi bizdə N2 və N1 arasında da əlaqəni istəyir. Onda N2-nin N1-ə nisbətini tapa bilərik bu kvadratlarla yazsam. R1'lər ixtisara gedəcək. Onda N1 kvadrat bərabərdir 3 N2 kvadrata. Kökdən də çıxarsam N1 nəyə bərabərdir? Kök altında 3 N2 bərabər olmuş olur. Baxırıq cavablarımızda N1 bərabərdir. Kök altında 3 N2, yəni C variantına uyğun gəlir. Bunları təmizləyək. Baxaq 35-ə. 35 də eyni şəkildə bundan öncəki misalla eynidir. Baxırıq buradan bir dənə perpendikulyar endirik. Bura eləyir A, burada eləyir R. İndi biz
həmin o bucaqla hansı əlaqəsi var onu tapaq. Bizdən isə bu dəfə periodu soruşur. Periodu soruşursa düsturumuz A bərabərdir 4 pi-nin kvadratı R bölünsün t-nin kvadratıdır. Periodu tapmaq istəyiriksə t kvadrat bərabərdir 4 pi-nin kvadratı R bölünsün A-ya. Kvadratdan çıxartmaq üçün t bərabərdir kök altında 4 pi-nin kvadratı R bölünsün A yazacaq. Yaxşı, baxırıq burada isə A bölü R yox, R bölünsün A-dır. Yəni bitişik katetin qarşı katetə olan nisbəti bizə, yəni R bölünsün A bizə verəcək kotangens alfanı. Çünki bitişik katetin qarşıdakı katetə olan nisbəti bizə kotangensi verir. Onda biz gətirib yerinə yazsaq, 4 pi kvadratından da elə çıxacaq 2 pi. Kök altında kotangens alfa. Kotangens alfanı kökdən çıxarda bilmirik, çünki kvadrat deyil. Ona görə cavabımız olacaq Y variantı. 36. Çevrə üzrə bərabər sürətlə hərəkət zamanı bucaq sürəti hansı ifadə ilə təyin olunur? Gəlin baxaq indi yenə ifadəmizə. Baxırıq, buradan bir dənə perpendikular indirdim. Yenə bunu bura köçürdüm. Bura A-dır, burada R-dir. İndi məndən bucaq sürətini soruşur, düzdür? Bucaq sürəti də omeqadır. A nəyə bərabər idi? Omega kvadratı R-ə. İndi məndən omeqanın kvadratı bərabərdir A bölünsün R. Omeqanın özünü soruşur. O da kök altında A bölünsün R deməkdir. Biz də bayaqlar dedik A bölünsün R nə deməkdir? A bölünsün R bizdə tangens alfadır. Onda omega da bərabərdir kök altında tangens alfaya, yəni A variantına. 37. Buraları təmizləyim. İndi verilmiş radiuslu çevrə üzrə hərəkət zamanı mərkəzə qaçma təcilin xətti sürətdən asılılıq qrafiki verilib və ona uyğun olaraq bizdən radiusu soruşur. Deməli, götürürük, hər hansı bir rəqəmini götürə bilərik. Sadəcə diqqətli olmalısınız ki, əgər 8-i götürürsünüzsə təcil, mütləq V-ni 2 götürməlisiniz. Əgər təcili 32 götürürsünüzsə, mütləq V-sini 4 götürməlisiniz. Onda biz nəzər almalıyıq ki, A bərabərdir V kvadratı bölünsün R-ə. Məndən də radiusu soruşursa, V kvadratı bölünsün A deməkdir. Onda R-i təyin eləmək üçün V-ni mən götürürəm 2. 2-nin kvadratı eləyir 4. Bölünsün A-mız da 8-dir. O da bərabərdir 2-də 1. Yəni 0,5 metr. Cavab olur C variantı. 38. Bunları belə təmizləyim. 38-də deyilir. Çevrə üzrə bərabər sürətlə, daha doğrusu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin bucaq sürətindən asılılığı verib. Eyni şəkildə bizdən radiusu soruşur. Amma bizdə A-nı və omeqanı verib. A-nı 32 götürürüksə, omeqanı 4 götürürük. A-nı 8 götürürüksə, omeqanı 2 götürürük. Gəlini təyin eləyək. A-nın düsturu nə idi? Omega kvadratı R. Məndən radiusu soruşur. Onda A bölünsün omega kvadratla bərabər olacaq. Onda gəlin ifadələri yazaq. A-mız neçədir? 8-dir. Omeqanın kvadratı da 2 götürməliyəm. Ona görə də 2-nin kvadratı 8 bölünsün 4. O da bərabərdir 2 metr. Yəni B variantı. Sonra 39. 39'a deyilir. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə tezliyi artdıqda onun dövrətmə periodu və mərkəzə qaçma təcili necə dəyişir? Dövrətmə tezliyi ilə period tərs mütənasibdir. Əgər dövrətmə tezliyi artırsa, onda periodumuz azalır mütləq şəkildə. Təcil ilə necə mütənasibdir? Gəlin baxaq. 4 pi-nin kvadratı R n-in kvadratına bərabərdir. Demək, tezliyi artırıramsa, onda təcilimiz də artar. Onda biri azalar, biri artar, olur A variantı. 52. 52 deyirəm, səhifə 52 deməkdən. Səhifə 52-dən. 40'dayıq. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövrətmə tezliyini azaldanda periodu və təcili necə dəyişir? Period və tezlik dedik ki, necə asılıdır? Tərs mütənasib asılıdır. Bəs mərkəzə qaçmanın A bərabərdir 4 pi-nin kvadratı R n-in kvadratına. Onda tezliyimiz azalırsa periodumuz artır.
Təcilimiz isə periyodu yazdıq. Təcilimiz isə tezliyimiz azalırsa, düz mütənasib asılıdır deyə o da azalır. Onda artar və azalar. Artar və azalar. C variantı. 41. Maddi nöqtənin çevrə üzrə bərabər sürətlə hərəkət etməsi üçün hansı münasibət doğrudur? Biz bayaqları belə bir dənə test işlədik. Baxın, bu şəkildə olan bir dənə test var idi. Biz orada nə dedik? Çevrə üzrə hərəkətdə təcil var. Yəni, təcil sabitdir. 42. Çevrə üzrə bərabər sürətlə hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Buradan bir dənə perpendikulyar indirdim və mən yazıram ki, bura bərabərdir A-ya, burada bərabərdir V-yə. İndi xatırlamağa çalışıram ki, A-nın hansı düsturu var idi? Omega V-yə. Məndən də omeganı soruşur. Omega nəyə bərabərdir? A bölünsün V-yə. Onda A bölünsün V, yəni qarşıdakı katetin bitişik katetə olan nisbəti bizə nəyi verəcək? Tangens alfanı verəcək. Ona görə də omega bərabərdir tangens alfaya. 43. İndi isə bizdən dövrətmə tezliyini soruşur. Deyir ki, dövrətmə tezliyini necə təyin edə bilərsiniz? Gəlin təyin eləyək. Həm V olmalıdır, həm dövrətmə tezliyi olmalıdır. Onda omega A bərabərdir omega V düsturumuzdan istifadə edirik. Omeganı açırıq, V-ni saxlayırıq. Çünki V-dən asılılığı bizə verir. Onda 2πn V yazacağım. Məndən nəyi soruşur? Tezliyi soruşur. Tezlik nəyə bərabərdir? Buradan bir dənə perpendikulyar endirirəm və bura A-dır. Çünki paralel olaraq köçürdürəm. Bura isə V-dir. Onda buradan aydın olur ki, A bölünsün V bizə nəyi verəcək? Tangens alfanı verəcək. Yaxşı, gəlin indi biz orada nəyi tapırıq? Tezliyi tapırıq. Tezliyimiz nəyə bərabər olacaq? A bölünsün 2π V. Biz də dedik ki, A bölünsün V-ni təyin elədik. Nə idi? Tangens alfa idi. Onda n bərabərdir tangens alfa bölünsün 2π-yə. Baxırıq ki, cavabımız olur D variantı. 44. 44-də deyilir ki, mərkəzə qaçma təcilin çevrənin radiusunun asılılıq diaqramı verilmişdir. Hansı nöqtədə bucaq sürətinin qiyməti ən böyükdür? Bucaq sürətini təyin etmək üçün biz düsturumuzu xatırlamalıyıq. Hansı düsturu xatırlayacağıq? A bərabərdir omega kvadratı R-ə. Omega kvadratı bərabərdir A bölünsün R-ə. Omeganın özü də bərabərdir. Omeganın özü də bərabərdir kök altında A bölünsün R-ə. Düzdür. İndi biz təyin eləməliyik ki, A-nın əgər ən böyük qiymət deyirsə, A-nın böyük, çünki omega A ilə düz mütənasib asılıdır. Onda A-nın böyük qiymətini nəzərə alacağım. Böyük ən yuxarısından xətt çəkirəm. R-in isə ən kiçik qiymətini nəzərə almalıyam ki, omegası böyük olsun. R-in isə ən kiçik qiyməti buradır. Onların toqquşma hissəsini götürsəm, yəni 2. Cavab olur D variantı. Sonra eyni şəkildə 45-də burada da bucaq sürətinin, amma ən kiçik qiymətini istəyir. Ən kiçik qiyməti üçün biz düsturu təyin elədik ki, kök altında A bölünsün R-ə bərabərdir. Biz V-nin ən kiçik olmağını istəyiriksə, onda A-nın böyük qiymətinə baxacağıq. Daha doğrusu A-nın kiçik qiymətinə baxacağıq. Çünki bir-biri ilə düz mütənasibdir, amma R-in böyük qiymətinə, yəni baxmalıyıq ki, omega ilə R tərs mütənasib asılıdır. Deməli, A-nın ən kiçik qiymətinə baxırıq, R-in isə ən böyük qiymətini. Bunların kəsişməsi bizə verəcək 5 nöqtəsini. 46. Çevrə üzrə bərabər sürətlə hərəkətdə cisim xətti sürət və mərkəzi qaçma təcili verib. Onların Euler-Venn diaqramı yəqin ki, yuxarıdadır. Hə, buradadır. Elə buradan oxuyub uyğunlaşdıraq. Baxırıq. Xətti sürət və mərkəzə qaçma təcili verir. Modulca sabitdir. Hər ikisi modulca sabitdir. Yazıram 3-ə 1. Çevrəyə toxunan istiqamətdə biz bilirik ki, sürət çevrəyə toxunan istiqamətdə yönəlir. Zaman keçdikcə istiqaməti dəyişir. Hər ikisinin zaman keçdikcə istiqaməti dəyişir. Təbii ki, bu nöqtədə hər birinin istiqaməti dəyişəcək. Ona görə yazıram bura 3.
Omega R düsturu ilə düsturu ilə hesablanır. Omega R ilə təcil hesablanır. Çünki A bərabər idi omega kvadratı R. O da olacaq ikinciyə 4. Sonra omega R düsturu ilə hesablanır. V də bərabərdir omega R-ə, yəni 5. 2, 5, 4, 3. A variantı. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. Baxırıq. Çevrə üzrə bərabər sürətli hərəkət təcilli hərəkətdir. Yazırıq bura 1. Bu təcil normal və yaxud mərkəzə qaçma təcili adlanır. Baxırıq 4. Təcilin modulu sabit qalır. İstiqaməti isə verilmiş nöqtədə sürət vektoruna perpendikulyar olmaqla çevrənin mərkəzinə doğru yönəlir. Bunu yazdıq. İndi gəlin yoxlayaq. Daha doğrusu cavabı tapaq. 1, 4, 2, 5, 3. 1, 4, 2, 5, 3 cavab olur D variantı. Aha, bu hamısı bir yerdə bir sualdır. Belə 48. Deyir, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin təcili necə olacaq? Təcili necə yönəlir? Mərkəzə doğru yönəlir. Yəni olur orada 4. Xətti sürəti isə toxunan istiqamətdə olur. Yəni olur 3. Radiusu R olan çevrə üzrə T dövr etmə periodu hərəkət edən cismin xətti sürəti indi nəyə bərabər olacaq? V bərabər olur 2 pi R bölünsün T-yə. Təcilimiz isə 4 pi-nin kvadratı R bölünsün T-nin kvadratına. Yəni bura olur 6, bura olur 5. Bu düsturlardan göründüyü kimi verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürətimiz deməli dövr etmə periodu ilə tərs mütənasib, mərkəzə qaçma təcili isə dövr etmə periodun kvadratı ilə tərs mütənasib asılı olur. Gəlin yazaq 4, 3, 6, 5, 1, 2. Yəni cavab olur B variantı. Keçirik 49-a. Hansı ardıcıllıqla açar ifadələrdə istifadə etməklə mətni tamamlamaq olar. Baxırıq, tamamlamalıyıq. Nəticə etibarilə başlayırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin təcili hara yönəlmişdir? Mərkəzə doğru yönəlmişdir. Yazıram 4. Xətti sürəti isə toxunan istiqamətdədir. Yazıram 3. Radiusu R olan çevrə üzrə N dövr etmə tezliyi ilə hərəkət edən cismin xətti sürəti V bərabərdir 2 pi R N. A bərabərdir 4 pi kvadratı R N kvadratına. Deməli, V-ni yazdıq, A-nı yazdıq. İndi isə biz düsturlarda yerinə qoymağı bilməliyik. Əgər xətti sürəti deyirsə bizdən V-nin düsturunu qoyuruq ki, burada eləyəcək 5. Mərkəzə qaçma təcilini bizə deyirsə qoyuruq yerində olacaq 6. Bu düsturlardan göründüyü kimi verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürət nə ilə düz mütənasibdir? Hərəkət dövr etmə tezliyi ilə düz mütənasibdir. Təcilimiz isə kvadratik düz mütənasibdir. Ona görə də olacaq 2. Baxırıq, yoxlayaq. 4, 3, 5, 6, 1, 2. Hansı cavaba uyğundur? C variantına uyğun gəlir. İndi isə gəlin 50-yə davam edək. 50 də böyükdür. Deməli, həm B nöqtəsi verilib, həm də C nöqtəsi verilib və onlara uyğun olaraq cavabları uyğunlaşdırmalıyıq. Baxırıq ki, sürətin istiqaməti aşağıya doğru yönəlib. Hərəkət istiqamətimiz bu şəkildədir. Sürətin istiqaməti aşağıya doğru yönəlib. Hansında aşağıya doğru yönəlib? B nöqtəsində. Baxın, bu istiqamətdə toxunan istiqamətdədir. Ona görə 1-ə aid olacaq 1. 2. Sürətin istiqaməti şaquli yuxarı yönəlib. O da aiddir C nöqtəsinə. Onda yazıram bura 2. Təcilin istiqaməti üfüqi sola yönəlib. Baxırıq, təcil hansı istiqamətdə? Mərkəzə doğrudur. C nöqtəsində belə yönələcək, B nöqtəsində belə yönələcək. Onda sola doğru hansındadır? B nöqtəsindədir. Bura yazıram 3.
Amma sola doğru isə B nöqtəsində sola doğrudursa, C nöqtəsində sağa doğru göstərəcək. Ona görə də bura yazacağım 4. Bu nöqtədə sürət və təcil vektorları arasında bucaq 90 dərəcəyə bərabərdir. Hansılarda 90 dərəcəyə bərabərdir? Hər ikisində. Niyə? Çünki baxın, burada baxın, burada baxın. Sürət və təcil vektorları bir-birlərinə perpendikulyardır və 90 dərəcəli bucaq əmələ gətirir. Ona görə də yazıram ortaya 5. 6. Bu nöqtədə sürətin istiqaməti çevrəyə toxunan üzrə yönəlib. Bütün nöqtələrdə çevrə üzrə hərəkətdə sürət toxunan istiqamətdədir. Ona görə də ortaya yazacağım 6. Deməli olur 1, 3, 2, 4, 5, 6. 1, 2, 3, 2, 4, 1, 3, 2, 4, 5, 6. Yəni B variantına uyğun gəldi. İndi eyni şəkildədir. Biz onu götürək yuxarı yazaq ki, çaşdırmayaq. B nöqtəsi yazılmışdı. Bir də C nöqtəsi yazılıb. Bunları da belə ayıraq. Aha, ortanı ortaya yazaram. Sürətin istiqaməti üfüqi sola. Şəklimiz də orada qaldı. Yaxşı. Belə şəklimizdə təxmini köçürdə bilsək, bura rahat olar bizə. Dənə yumruydu. Yuxarıda C var idi. Aşağıda B var idi. Bir dənə də A var idi. İşarələri də baxaq hansı istiqamətdə sola, sağa, aşağı. C nöqtəsi sağaydı, B nöqtəsi solaydı, A nöqtəsi isə üzü aşağıyaydı. Belə, indi köçürtdük. İndi gəlin baxaq işarələrinin hamısına. Sürətin istiqaməti üfüqi sola yönəlib. Üfüqi sola hansında görürük? B nöqtəsində görürük. Onda B-yə yazacağım ki 1. Yəni birinciyə 1. Sonra sağa doğru yönəlib hansında? C nöqtəsində yazıram bura 2. Sonra təcilin istiqaməti təcil hara yönəlib? Aşağıya C nöqtəsində aşağıya doğrudur, B nöqtəsində yuxarıya doğrudur. Onda B nöqtəsində yuxarıya yazıram bura 4, 2-nin də yanına yazıram 3. Sonra 5-ci yer dəyişməsinin modulu kök altında 2-dir. Baxın, burada nə yazılıb? Yazılıb ki, onu nəyə əsasən təyin edəcək? Baxın, A nöqtəsindən başlayır hərəkət. A nöqtəsindən başlayanda biz yer dəyişmədən danışanda demişdik ki, burayla buranın məsafəsi eyni olduğuna görə hər ikisində də kök altında 2 R-ə bərabər olurdu. Nə? Yer dəyişməmiz, düzdür? İndi bizdə də əgər məsafələr eynidirsə, onda həm C nöqtəsində, həm də B nöqtəsində bizim yer dəyişməmizin modulu kök altında 2R olacaq. Bu da olacaq hər ikisinə uyğun, yəni 5. B deməli 6-da deyir ki, bu nöqtədə sürət və təcil bir-birinə 90 dərəcəli bucaq əmələ gətirir. Bəli, 90 dərəcəli bucaq əmələ gətirir. Hansı? Hər ikisində. Onda 1, 4, 2, 3, 5, 6. 1, 4, 2, 3, 5, 6 uyğun gəlir Y variantına. 52. Radiusu verilib. R bərabərdir 2 metr. Çevrə üzrə hərəkət zamanı cismin T bərabərdir 20 saniyə. L bərabərdir 80 metr yol gedir. Bizə deyir ki, mərkəzə qaçma təcilini hesablayın. Birinci L bölünsün T. Daha doğrusu belə deyək də, L və T-ni bizə veribsə, biz burada nəyi təyin edə bilirik? V-ni təyin edə bilirik. Nə ilə? L bölünsün T ilə. L-i də T-yə böləndə 80-i bölürsünüz 20-yə. O da eləyir 4. Mən V-ni tapdım ki, V bərabərdir 4-ə. Onda V və R ilə əlaqəli düsturumuz V kvadratı bölünsün R-ə bərabərdir. V-nin kvadratı eləyir 16. R də eləyir 2. 16-nı da 2-yə bölürsünüz, eləyir 8 metr bölü saniyə kvadratı. Yəni Y variantı. 53. 53-də deyilir, çevrə üzrə bərabər sürətlə hərəkət edən A və B maddi nöqtələri, bunu silim qarışmasın, təcilləri bərabərdir. Yəni A-ları bir-birinə bərabərdir. A2-yə bərabərdir. İndi bu nöqtələrin dövr etmə periodları üçün hansı münasibət doğrudur? Əgər onların təcilləri bərabərdirsə, biz təcilin həm period, həm də radius, çünki burada radiuslar fərqlidir, asılı bir düsturunu xatırlayırıq. O da 4pi-nin kvadratı R bölünsün T-nin kvadratı düsturdur. Buradan aydın olur ki, A-ları bir-birinə bərabərdirsə, radius və T bir-biri ilə necə mütənasibdir? Düz mütənasib. Biri yuxarıda, biri aşağıdadırsa, onlar bir-biri ilə düz mütənasib asıdır. Onda biz münasibəti qursaq, R A-nın R B-yə nisbəti bərabər olacaq.
T A'nın amma kvadratı, çünkü başında kvadrat var. T B'nin kvadratına bərabər olacaq. R A'mızın qiyməti R'dir. R B'mizin qiyməti 4R'dir. Bərabərdir T A'nın kvadratı bölünsün T B'nin kvadratına. Bunu belə eləyirəm. Aha. R'lər ixtisara gedəcək. Olur T A'nın T B'ye amma ümumi kvadratı, çünkü onsuz da ikisinin de başında kvadrat var idi. 4'te 1'e. Onda T A'nın T B'ye öz nisbəti bərabər olacaq 2'də 1'e, çünkü kvadratdan çıxacağım. Və T B'nin özü də bərabər olacaq 2T A'ya. O da bərabərdir bizdə C variantında. 54, 54'te de eyni şekilde, sadece biz burada neden istifadə eləyəcəyik? Tezlikdən istifadə eləyəcəyik. Yəni tezliklə bağlı mütənasibliyinə baxacağıq. Gəlin düsturumuzu yazaq. Bizim də eyni şəkildə R ilə əlaqəli düsturu təyin eləmək üçün yazacağıq. A bərabərdir 4P'nin kvadratı R N'in kvadratına. Burada R və N'in kvadratı bir-biri ilə yanaşı olduğuna görə onlar bir-biri ilə tərs mütənasib asılıdır. Onda R A'nın R B'ye nisbəti bərabərdir N A'nın N B'nin N A'ya olan nisbətinin ümumi kvadratına. R A'mız R'dir. R B'miz 4R'dir. Bərabərdir N B N A'nın ümumi kvadratı. R'lər ixtisara gedəndə N B'nin N A'ya nisbəti bərabər olacaq 2'də 1'e. Onda N A bərabərdir 2N B'ye. İndi baxırıq ki, bizə deyir ki, A nöqtəsinin dövrətmə tezliyini verib bizə. Yəni 4. 4 bərabərdir 2 vurulsun N B. Onda N B də bərabər olacaq 2'ye. Cavab olur D variantı. Keçdik 55. Buraları boşaldaq ki, buralarda yaza bilək. Deyir, saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Bu söz bizə nə deyir? Deyir ki, yəni 2R saat. Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Mən niyə radius yazdım? Bir saatın, baxın, bu dəqiqə əqrəbi və saat əqrəbidir. Biz bunları radius kimi götürürük. Ona görə də əgər 2 dəfə qısadır, 2 metr qısadır kimi bir cümlələr görsəniz, siz orada radiusdan əlaqələndirə bilərsiniz. Qısadır. İndi mənə deyir ki, A dəqiqə bölünsün A saat bərabərdir. Siz bu mütənasibliyi qurun deyir. Amma biz burada radiusu veribsə, bir də period düşünməliyik ki, bir saatdan danışıq, bir də dəqiqədən. Onların periodları arasında hansı münasibət var idi? T saat bərabər idi 12 saata. T dəqiqənin periodu isə bərabər idi 1 saata. Bunu da mütləq nəzərə almalıyıq. Gəlin indi düsturumuzu buradan yazım kənardan. A bərabər idi 4P'nin kvadratı R bölünsün T'nin kvadratına. 4P kvadratı onsuz da hər ikisində də eyni olduğuna görə ixtisara gedəcək. Biz sadəcə mütənasibliyi qurmaq üçün həm R'dən, həm də T'dən istifadə edəcəyik. Gəlin indi yerinə qoyaq, yazaq. İndi R ilə necə mütənasibdir? Düz mütənasibdir. Onda burada A dəqiqədirsə, burada da R dəqiqə yazıram. Burada isə R saat yazıram. Sonra vurulsun T ilə tərs mütənasib asılıdır və tərs mütənasib aslı olmağının əlavə kvadratik aslıdır. Onda yazıram. Tərs mütənasib üçün buraya yazacağım saat, amma kvadrat. Burada yazacağım T dəqiqə, amma kvadrat. Gəldim indi ifadələri sadəcə yerinə qoyuram. R dəqiqə 2R saatdır. R saat öz yerindədir. T saatın kvadratı eləyəcək 144. T dəqiqənin kvadratı eləyəcək 1. R saatlar ixtisara gedəcək. 144'ü də vuracaq 2'ye, eləyəcək 288. Cavab eləyir D variantı. Keçirik növbəti 56'ya. 56 da eyni şəkildədir və bizə R-lərini verib. Biri uzun, biri qısadır. Sadəcə ifadələri yerinə qoyub nisbətini yazmalıyıq. Gəlin yazaq. Yazıram. R saat, burada saniyədir artıq. Saniyə əqrəbi, dəqiqə əqrəbindən 1,5 dəfə uzundur. Onda R saniyə bərabərdir 1,5 R dəqiqəyə. Sonra saniyə və dəqiqənin periodlarını yazmalıyım.
T saniyə tam bir periyod eləyəndə 1 dəqiqə olur. T dəqiqə tam bir periyod eləyəndə 60 dəqiqə olur. Əla. Hamısını yazandan sonra düsturumu da yazıram. A bərabərdir 4 pi-nin kvadratı R bölünsün T-nin kvadratı. Asıllığına görə də bizdən soruşur saniyə bölünsün dəqiqə. A saniyə bölünsün A dəqiqə bərabərdir. Saniyə il A R ilə necə mütasibdir? Biz dedik 4-lər ixtisar. 4 pi kvadratda ixtisara gedəcək. Saniyə ilə düz mütənasib. R saniyə ilə düz mütənasibdir. Yazıram R. Saniyə yuxarıda, dəqiqə aşağıda. Amma T ilə tərs mütənasibdir. Onda T-nin kvadratı yuxarıda D olacaq, aşağıda isə saniyə olacaq. Bunun kvadratına. İndi gətirib ifadələri yerinə yazıram. Eğer saniye yəni 1,5 1,5 R dəqiqə bölünsün R dəqiqə vurulsun T dəqiqəmizin kvadratı 60'ın kvadratı 3600'dür. Aşağıda isə 1, yəni 1'in kvadratı. R dəqiqələr ixtisara gedəndə qalacaq 3600 vurulsun 10'da 15. Aha, bu sıfırla bu sıfır ixtisara gedəndə 15'i 36'ya vuracaq. Bərabərdir. 360'ı da 15'e vuranda eləyəcək 5400. Cavab eləyəcək C variantı. Sonra 57. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periodu, yəni T-si bərabərdir 4 saniyə. Bu o deməkdir ki, A nöqtəsindən başlayıb, fırlanıb, gəlib A nöqtəsinə yenidən çatana qədər 4 saniyə vaxt sərf edib. Bu o deməkdir 1 saniyəsi bura, 1 saniyəsi bura, 1 saniyəsi bura, 1 saniyəsi burada sərf olunub. İndi deyir ki, A vəziyyətini keçəndən sonra 7-ci saniyənin sonunda maddi nöqtənin sürət və təcilini təyin edin. Yaxşı, gəlin indi sayaq. 1, 2, 3, 4, 5, 6, 7. 7-də gəldi. Baxın, bura çatdı. Biz indi burada təyin eləməliyik ki, istiqamətimiz də bu istiqamətdəykən, biz indi təyin eləməliyik ki, onun sürəti və təcili hansı istiqamətdə? Sürət bilirik ki, toxunan istiqamətdədir. Təcil də bilirik ki, mərkəzə doğrudur. Onda baxın, bu şəkildə olur. Bu olur sürət, bu da olur təcil. Baxırıq cavabımız hansı olur? B variantı olur. 58. Hansı ifadələr doğrudur? Maddi nöqtənin çevrə üzrə bərabər sürətlə hərəkətində A nöqtəsində xətti sürət bir istiqamətində yönəlib. Baxırıq hərəkətimiz hansı istiqamətdədir? Bu istiqamətdədir. Çünki ifadələrin özündə verib, elə testin özündə. Bir istiqamətindədir. Bəli, düzdür. 2. Xətti sürət 4 istiqamətində yönəlir. Xeyr, düz deyil. 2. Təcil 2 istiqamətində yönəlib. A nöqtəsində xeyr, təbii ki, mərkəzə doğru yönəlir. Ona görə də cavab olur 3 istiqamətində. Bəli, cavab olur 1, 3. Yox, 1, 4. Sonra 59. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində A və B nöqtələri üçün hansı fiziki kəmiyyətlər fərqlidir? Təbii ki, biz bilirik ki, orada nələr fərqlənəcək. A nöqtəsində, baxın bir dənə buradan belə keçsəm disk. Aha. Onların nəyi fərqləndi? Təbii ki, onların radiusları fərqləndi. Radiusları fərqləndirsə, təbii ki, onların el, yəni yolları fərqlənəcək. Bu cür cisimlərdə indi biz burada qayışlı ötürmə keçəcəyik, disklər keçəcək. Orada təyin eləyəcəyik ki, bu cür disklərdə dövr etmə tezliyi, dövr etmə periodu sabit olur. Yəni eyni olur. Ona görə də 2 ilə 3 götürə bilmək, həmçində bucaq sürəti götürə bilmərik. Və burada onun radiusu dəyişib deyə radiusları, baxın, burayla buranın radiusu bir-birinə fərqlənir deyə, bir də onun təcili fərqlənəcək. Ona görə də cavab olacaq 1, 5. Eyni şəkildə 60'da da A və B nöqtələrində hansı qiymətləri eynidir? Eyni olmağı soruşursa, biz dedik ki, onun xətti sürətləri dəyişəcək. Yalnız sabit olan, əgər iç-içə belə diskdən söhbət gedirsə, perioddur, tezlikdir, omeqadır. Bir də dövrlərin sayıdır. Bunlar eynidir. Eynidir. Yəni 2, 3, 4. 2, 3, 4 olur cavab. 61.
61-də deyilir, radiusu 80 sm olan çevrə üzrə hərəkətdə cismin fırlanma periodu bu qədərdir. Mərkəzə qaçma təcilini təyin edin. Gəlin yazaq. Verilənləri yazıram. Radiusu bərabərdir 80 sm. Mən o dəqiqə cavab metrlə olduğuna görə mütləq şəkildə metrə çevirəcəm. Olacaq 0,8 metr. Cismin fırlanma periodu, yəni T-si bərabərdir 4 saniyəyə. Mənə deyir ki, mərkəzə qaçma təcilini təyin edin. A bərabərdir 4 pi-nin kvadratı r bölünsün t-nin kvadratına. Gətirib yazıram. 4 vurulsun pi-nin kvadratını verib 10 vurulsun r-imiz 0,8 bölünsün t-nin kvadratı da 16. 4-ün kvadratı 16 edir. Bu sıfırla bu vergül gedəcək. 8 ilə də 16 ixtisara gedəndə burada 2 qalacaq. 2 ilə də 4 ixtisara gedəndə cavabda qalacaq 2. Cavab eləyir 2. 62. Velosipedçinin sürəti bu qədərdir. Gəlin verilənlərini yazaq. Deməli, bizə verib orada kilometr bölünsün saatla, amma bizdə cavabda baxırıq ki, metr və saniyədən istifadə edəcəyik deyə mütləq V-ni çevirməliyik. V-ni də çevirmək üçün 18-i vururuq 1000-ə, metr böl saniyəyə çevirmək üçün bölürük 3600-ə. 2-dən 0-dan 2-dən 0 ixtisara gedəcək. Bundan da bu ixtisara gedəndə qalacaq 2. 2 ilə də 10 ixtisara gedəndə qalır 5. Deməli, sürətimiz eləyir 5 metr böl saniyə. Təkərin fırlanma tezliyi, yəni n bərabərdir 3 saniyə üstü mənfi 1. Təkərin kənar nöqtələrinin mərkəzə qaçma təcilini hesablayın. A-nı bizdən soruşur. A da bərabərdir nəyə? Omega V, çünki V-miz sabit qalmalıdır. Omega yerinə də 2 pi n vurulsun V yazacağıq. Gəlin ifadələr yazıq. 2 pi burada 3-dür 100%. 2 vurulsun pi-nin qiyməti 3-dür, n-in qiyməti 3-dür, v-nin qiyməti 5-dir. Deməli 6, 6-nı vurursunuz 5-ə eləyir 30, 30 da vurursunuz 3-ə eləyir 90. 90 metr böl saniyə kvadratı. Cavabımız eləyəcək 90. Bu da bizdə mərkəzə qaçma təcildir. Növbəti izahımıza qarşılıq ötürmə və diskin hərəkətindən danışacağıq. Əgər siz də dərslərimizə qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb dərslərimizi qeydiyyatdan keçə bilərsiniz. Bu tipli videolar sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi, həmçində videoya rəy bildirib bəyənməyi unutmayın ki, biz də motivasiya olub sizin üçün daha çox videolar çəkək. Sağ olun, hələlik.